Oy. Qızlar, salam, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bugün çoxdandır gözlədiyim bir bağlama gəlib. Mən bu bağlama sadəcə özümə aiddir. Hər hansı bir satış məqsədi ilə alınan məhsul yoxdur içərisində. Gəlin baxaq. Belə çox pis bağlama üzvləri ilədir. Mənə elə gəlir. Bir də buna salıblar. Hə, çox pis gəlib və burada baxın əyilib. İlk sifarişimiz CeraVe'nin həssas dərilər üçün olan üzüma gelidir. Mən hal-hazırda istifadə edirəm Ordinary'dən, birdəki La Roche-Posay'dan, amma artıq düşünürəm ki, üzüm La Roche-luq deyil. Çünki o çox yağlı, sızanağa meyilli dərilər üçündür. Mən üzümü çox qurudur. Sonra həssas dərilər üçün belə bir məhsul aldım. Bayağı bir böyük boyun almışam. 465 qramdır. Burada seramidlər var. Çox zəngindir seramidlərlə. Yadınızdadırsa bunun bir növü məndə var idi. Düşünürdüm ki, o mənim üzümü yumur, amma sadəcə o da həssas dərilər üçün idi. Bilmirəm. İndi ağlım başıma gəlib təzədən bundan aldım. Deməli 2 dənə hədiyyəmiz var. Biri platin dodaq maskasıdır. Dünyada ən məntiqsiz gördüyüm məhsullardan biri. İkincisi də Dr. Jart'dan belə bir Vital Hydra Solution. Ne bilim neydi? I don't know. Yeni və çox qəşəng bir məhsuldur. Gəlin indi sizə göstərəm. Bayağı böyük deyə qablaşdırması. Ümid edirəm ki, özü bu boyda deyil. Çünki hər hansısa bir çantaya falan ata bilərik də. Qablaşdırma necə gözəldir, necə gözəldir. Bildiniz yəqin, bu Armani'dir. Armani'dən bir bronzer powder almışam. Belə isti tonlarda çox qəşəng bir bronzer powder. Gəlin bir dənə baxaq buna. Bu şəkildədir. İçində balaca zərlər var. Amma çox zərli deyil. Amma məncə bunun qablaşdırmasını çox bəyəndim. Yəni rəngini də çox bəyəndim. Çox xoşuma gəldi. Məncə bu mənim sevimli məhsulum olsun. Məncə bunu da görürsünüz. Baxın. Deməli bunlar nədir? Bunlar Guerlain'in məşhur dodaq boyası və qabıdır. Yəni belə deyim. Sizə buradan bir də spoiler verim. Hansı qab olduğunu bilin. Ay. Burnuma deyəsən çox şey vurdum. Bir də buna baxın. Bu qabın özüdür. Oh my gosh. Özü də dəmir. Belə baxlanıb. Instada falan görürəm. İnsanlar belə adlarını yazırlar bunun üstünə və s. Mən axı tam yoxdur. Neysə, gəlin bunu bir dənə buradan çıxardaq. Aa, çıxdı. Aha. Bir dənə baxın. Oy. Deyilənə görə bu dodaq boyalarının Porsche'sidir. Yəni make-up aləmində dodaq boyasının özüdür. Sağ olasın kocamı. Gəlin dodaq boyasının özünə baxaq. Elə bir rəng seçməyə çalışdım ki, mən belə dodaq boyalarında bir rəng seçdim ki, yəni mən istəmirəm ki, belə bu tipli dodaq boyaları çox tünd olsun. Nəysə, internetdə araşdırdığım qədəri ilə ən yaxşı rəng bu idi. Həqiqətən qəşəng. Bir dəqiqə, lələ, şülələ. Nəysə, çox vurmam gəlmir qızlar. Bayağı bir pulum çıxıb, amma tünd rəng deyil. Yəni indi qablaşdırma. Bu da başındaydı. Nəysə, bunu da yəqin atmaram.
saldım. İndi bunu çıxardırıq. Nətər çıxardırıq? I don't know. Neysə basırıq. Yox, belə çıxardırmışıq belə. Baxın belə. Bu şəkildə. Çıxardan kimi belə də çox lazımlıdır əslində qızlar. Bəlkə mən bir bronzer götürüb və onu güzgüsünə istifadə eləmək istəmirəm. Amma bir dənə şey xoşuma gəlmədi. Biraz çox rahat bir şey deyil. Deməli, saldım. Bunda bunun üstündən. Deməli, qablaşdırma konkret olaraq metaldır. Burada Girl in Paris yazılıb. Bu şəkildə. Mən niyə görə bunu seçdim? Bunun belə tüklü olan versiyası da vardı. O tüklər bir gün o tərəf bu tərəfə əyiləcəkdi. Sonra bir qaşlı olan versiyasını çox alırlar. Mən qaşı çox sevən deyiləm. Bir də ki, qaşlar tökülür. Yəni bir neçə dənə videoda görmüşdüm ki, qaşlar tökülür. Ən normal belə parlaq, çox gözəl olanı bu idi və bu ildə leopard deseni və sər patternı yenə məşhurdur. Yəni də vuraq. I think I want to do that. Necədir kocam? Mən bəyəndim. Ay, nə qəşəng qoxusu var kocam. Mən bəyəndim qızlar. Rəngi tutturmuşam rəngini, yəni bomba bir rəng eləmişəm. Neysə, bu da belə. Hə, sadəcə bunlara bu qədər pulum çıxıb. Yəni bir dənə üz baxım üçün. Maşallah, bu da böyükdür. Bunun hətta 1 litri falan da var idi. Sadəcə dedim ki, 1 litri kimdir qutaraq. Ona görə bunu aldım. Bunun üçün ürəyim getdi. Necə gözəlsən sən. Qablaşdırma da bura baxın, yəni sözündə burada qızlar nə salmaq istəyirsinizsə çalışın, TikTok'a girin ya da YouTube'a girin. Insta'da və s. nömrəni, brendi nömrəsini və s. yazın ki, üzdə görə necə durur, rəngi necədir və s. Elə. Möhtəşəm, möhtəşəm. Bunu qoymadım, bax içinə qoyacaqdım salatçıyla. Neysə, olsun qızlar. Hadi sizi öpürüm. Bye bye. Qızlar, yenidən salam, çünki videonun artıq ikinci hissəsindəsiz. İlk olaraq öncə təxmin elədiniz, bu Jisoo markasıdır. Jisoo markası dodaq yağlarına görə və ya da glosslarına görə, bir də ki, bu məşhur saç yağına görə çox məşhurdur. Yəni marka elə bunlara görə tanınır deyə bilərəm. Bu da o bal tərkibli saç yağıdır. Deyilənə görə çox qəşəngdir, çox gözəldir. Mənim də saçlarım pis vəziyyətdə olduğuna görə almışam. İkinci məhsulumuz da baxın belə gözəl, şirin paketləməsi olan bir məhsuldur. Bu məhsul 50 ml bir məhsuldur. SPF 30 PA+++'dır. PA+++ it means həm UVA, həm UVB şüalarından qoruyur. Getdik. Özü bu şəkildədir, gördüyünüz kimi. Bilmirəm bu qiymətə dəyər ya yox. Ay Allah, neçə dollar idi? 35 ya da 36 dollar olmalıdır. Aha. Deməli qızlar, son vaxtlarda mənim üzüm çox həssaslaşmışdı. Ona görə də mən də First Lady Beauty'nin bu üzü nəmləndirən Squalane tərkibli bir lasyon tonerını almışam. Həm lasyon teksturalı bir tonerdir. 177 millilitrdir yəni. Oha. Deməli, digər məhsulumuz da, baxın, Natasha Denona'nın My Dream Palette'dir. Yadınızdadırsa, bundan əvvəlki unpackingdə bir məhsulu göndərməmişdilər. Mən onu 2 sifariş dalmadan sifariş eləmişdim. 72 dollardır qızlar bu. Düzdür, mən endirimdən almışam, amma bu normal qiyməti, sayt qiyməti 72 dollardır. Gəlin baxaq buna. Gördüyünüz kimi bayağı böyükdür, bir ələ sığmır. Qablaşdırma magnetlidir. Gəlin göstərim, əgər sonradan almaq istəsəz. Bu arada bu satışda olacaq. Nabia Luxury Brands'e yazmağı unutmayın bunun üçün. Baxın, rənglər budur. Parıltılı və mat rənglər hər ikisi var. İndi desəz ki, hə, unpacking videolar baxılır və s. Xeyr, axırıncı videolarıma baxsaz, necə biabırçı, necə pis, necə sevimsiz baxışlar aldığımı görə bilərsiniz. Yəni 2000 yığırdı videolarım, 3000 yığırdı, 5000 yığırdı.
Əşi, cəhənnəmə. Ən azı bir 800-900 min baxış yığırdı. İndi 100 neçə baxış, nə bilim 140 baxış, 150 baxış belə. Yəni, çox möhtəşəm gedir YouTube-um. Artıq məsələn əvvəllər bilirsiniz necə idi? Bir həftəyə başlayanda dəqiqə başı deyirdim ki, video çəkməliyəm, bu həftə video çəkməliyəm. İndi heç onun axotasında deyiləm qızlar. Heç nə çəkmək istəmirəm. Çünki YouTube konkret olaraq mənim videolarımı kimisə, yəni demək olar heç kəsin qarşısına çıxartmır. Bəzən üzr istəyirəm, heç kəsin işini pisləmək fikrim yoxdur, amma pisləyəcəm. Çox o qədər iyrənc, o qədər pis videoları baxırsan ki, yəni qabağa çıxardı. Halbuki thumbnailında belə, məsələn, makiyaj məhsullarını düzənləmə videosudur. Thumbnailında öz məhsulları deyil, girirsən başqa məhsullardır. Sadəcə insanları aldatmaca və s. belə. I don't know. Deyəsən, mən YouTube-da öz kontingent deyirlər, yes. Mən YouTube-da öz kontingentimi tapa bilmədim, qızlar. Bilmirəm. İngilis dilində də istəyirəm videolar paylaşam. Məncə qəşəng videolar paylaşa bilərəm. Hər gün bir dənə make-up məhsulundan danışa bilərəm və s. Why not? Heç olmasa İngiltərədə izlənər, biraz pul qazanarıq. Mən hələ də YouTube-dan pul qazana bilməmişəm. Nəysə, olsun. Bu bizim növbəti məhsulumuz idi. 108 dəqiqə. Sonra keçirik digər məhsula. Bronzer paleti olmalıdır. Baxın, rəngləri burada göstərilib. Yəni, bir paletə siz 4 dənə rəng görə bilərsiniz. Görək necədir. Qablaşdırma qəşəngdir. Amma Şiqləmin qablaşdırmasına oxşayır. Bu arada, bilməm görmürsünüz keşfətdə ya yox, hardasa qabağınıza çıxıb. Şiqləm gratisdə rəsmi olaraq satışa çıxdı və türklərin çoxu elə bilirdi ki, bu Şiqləm bahalı markadır, yəni çünki onlara vergiyə görə və s. gömrəyə görə çox bahalı gəldi. Rəsmi satış mağazası da yox idi deyə, yəni cəmaət xaricdən aldı, çox bahaya gələ bilirdi də. Nəysə, artıq hər kəs onun tərkibindəki zərərli məhsullara baxıb, ingredientlərə baxıb, ya Rabbim, ya Resulallah, bunlar nedir deyirlər. Tam mənim dediklərimi deyirlər, yəni bu arada mənim bir videom var, Şiqləm məhsulları ilə bağlı. Orada yəni açıq və aydın şəkildə demişəm ki, Şiqləm ten məhsulları çıxarda bilmir, yaxşı deyil. Məsələn, konsilerləri yaxşı olmur, tonal kremləri o deyil, belə gözün altında bir pötür qalır. Baxmayın, bizim möhtəşəm bloqerlarımız nələr tərifləyir, amma fakt budur. Nəysə qızlar, belə açdıq. Qəşəng bir güzgüsü var, böyüyür. Burada 4 cürə fərqli bronzer var. İsti tonlarda da var. Biraz baxın, bunlar soyuq tonlardadır. 2 dənə də isti tonumuz var, tünd və biraz açıq olmaqla. Yəni, məncə istifadəyə dəyər. Biraz da belə göstərim rənglərini. Həm də rəngləri belədir. Ay, mən bunları mütləq götürəcəm. Bu məhsullar baya bildiyiniz bahadır. Toy Factory firmasınındır. Nia Lip gedir. Belə bir cüt dodaq qələmidir, amma dodaq steyni də gedir. Yəni, steyn də bilirsiniz nədir? Dodağınıza vurursunuz, gün ərzində demək olar ki, çıxmır. Baxın, elə bir şeydir. İkisi birindədir məncə. Nude Protocol Deep Sea. Sonra istifadə eləmək istəmirəm. Sonra yoxlayacaq, gedir, gedmir. Qəhvəyə alt tonlardadır. Baxın. İndi biraz keçsin, baxacaq görək gedir ya getmir. Amma belə bayağı bildiyiniz vuracam. Sonra bir ədəd artıq satılmış məhsul. Bunu mənimlə birlikdə işləyən bir müəlliməyə satmışam, Məryəmə. Məryəm, bilmirəm videoya baxırsan ya yox. Burada sənin məhsulun unpackingini eləyirəm. Amma Məryəm mənim videolarımı heç vaxt baxmır. Çünki mən onu məcburi şəkildə baxızdırırdım. Hələ mən işdə olanda məcburi şəkildə iş yoldaşlarıma videonu açdırırdım, baxdırırdım. Sonra öyrəndim ki, IP ünvanı eyni olanda çox da sayılmırmış. Nəysə, siz bunu gözəlliyinə baxın. Çox qəşəng rəngləri var. Yəni belə bir siz nətər bir fairy tale vibe alıram. Bir pinky. Bu rəng çox qəşəngdir. Buradan bunu çıxardım. Bu çox qəşəngdir. Necə qəşəngdir. Gəlin keçək növbəti məhsula. Bu axırıncı məhsulumuzdur. Baxın, xoşlu. İçindəki rənglərə baxın, çox qəşəngdir. Yəni belə rəngli yaz və yay makiyajları, göz makiyajları üçün çox uyğundur. Bax, belədir. Yaşılına baxın bir dənə. Mən hələ ki ömrü həyatımda bir də belə bir yaşıl görməmişəm. Şiqlamda da deyəsən oxşar olmalıdır, amma tam belə deyil. Belə mavilər var, bənövşəylər var. Bunu yoxlamadıq. Gəlin baxaq, görək bu gedir ya yox. Baxın, barmağımı belə eləyirəm.
Bir dənə baxın. Bir dənə çox vurduğum hissələr getməyə çalışdı, amma onlar da getmədi. Sırtıq kimi yapışdı. Getdi. Ən sevimli şeylər. Gəl bir dənə vurma, ürəyimdə qalar yoxsa. Bu rəngini çox bəyəndim. Huda Beauty-nin lipstikləri var. Onlardan almaq istəyirdim. Çünki Huda öz səhifəsində paylaşırdı ki, bəs necə möhtəşəmdir, yemək yeyir, dostu ilə gedir, burger falan sifariş verir, böyle pota balası kimi yeyirlər, amma heç bir şey olmur. Amma baxdım ki, yəni nə bilim, bahadır. Eyni əgər şey verirsə, əgər eyni keyfiyyətdədirsə, why not? Bunlar mənimdir. Neysə qızlar, ümid edirəm ki, bəyəndiniz. Xahiş edirəm. Artıq videolarıma baxın. Dostlarınıza da göndərin. Fərqi yoxdur. Mən haqqımda da danışa bilərsiniz. Ayda bu nə make-updır bu qız eləyib. Ayda bu nə məhsuldur bu qız alıb falan. Heç yəni şey yoxdur deyə bilərsiniz. İndi Qədir də baxır oradan belə göz qaşı edir, amma sorry. Para kazanmak lazım. Ona görə də artıq üzməyin beni. Nə olur, heç videolarıma baxılmır. Yəni əvvəllər 2000, 1000, 3000 baxış olurdu. İndi 100, utanıram valla. Biri məndən soruşanda ki, məsələn indi deyirəm ki, Instada şeydir də, biri soruşanda deyirəm ki, mən də Instagramda videolar paylaşıram, shortslar paylaşıram və s. Amma halbuki mənim əsas YouTube'um var da, yəni mən YouTube'u demirəm, desəm utanıram. Yəni o baxışlardan utanıram. Yüzünə çox baxış nədir? Nə dəxli var? Hələ bir yerdən başlayır. Mr. Beast'lər bəlkə videolarının xəbəri olmuşdur. Nə Mr. Beast Allah bilir nə şeydir. Mən 2000-lərdən, 3000-lərdən, daha cəhənnəm oldu. Heç olmasa 600-700-lərdən düşdüm 100-ə. Əgər axıra qədər baxdınızsa, xahiş edirəm videoya rəy yazarsınız. Sağ olun.